Növbəti suallarımız kolposkopiya haqqında və cərrahi əməliyyatlar haqqında verilib. Gəl kolposkopiyadan danışaq. Kolposkopiya müayinəsi nədir? Uşaqlıq boynunun aparatla, belə deyək, kənardan xüsusi məhlullarla işlənilərək, böyüdülərək, patoloji sahələr varmı, yoxmu onu dəqiqləşdirilməsi üçün aparılan bir müayinədir və bizə patoloji sahə varsa biopsiyanın yerini göstərən bir, belə deyək, müayinə üsuludur. Qeyd elədiyim kimi, xüsusi məhlullarla işlənir. Adi ginekoloji müayinədə 5-10 dəqiqə davam edən bir müayinə metodudur. Əgər HPV testiniz, xüsusən də yüksək riskli HPV tipləri pozitivdirsə, PAP testinizdə patoloji kənara çıxmalar varsa, o halda ikinci aşama müayinə kolposkopiya müayinəsi olmalıdır. Kolposkopik görüntülərdə bizim baxdığımız nədir? Asetal epitel, o sizin dediyiniz ağ sahələr, ağ ləkələr, orada mozaika varmı, yoxmu, varsa da zərif kobud mozaikadır, punktasiya varsa da zərif və yaxud da kobud punktasiyadır, damar atipiyası varmı? Bunları aşkar eləməkdir. Və kolposkopiya zamanı biz əgər patoloji sahə görürüksə, bəzən lif proseduru ilə, belə deyək, biopsiya edirik. Onu da qeyd eləmişsiniz ki, lif nədir? Bu haqda videom var, amma yenə də qeyd edim. Xüsusi bir ucluqla, lup ucluğu ilə uşaqlıq boyundakı patoloji sahənin soyulub götürülməsidir. Xüsusi bir petlə ilə yaranın həmin sahənin, patoloji sahənin kəsilib götürülməsidir. Eyni anda həm müalicə eləmiş oluruq, həm də həmin sahəni biopsiya üçün patoloji laboratoriyaya göndərmiş oluruq və əgər kolposkopiya müayinəsində daha ciddi ağır ağırlaşmalar görürüksə, biz istiqamətlənmiş biopsiya edirik və əgər ixtisaslaşmış bir kolposkopist o müayinəni aparırsa, xərçəngi erkən mərhələlərdə aşkar eləmək mümkündür və son zamanlar demək olar ki, 1-2-3 həftəni ümumiyyətlə çox rastladığımız olub, amma 2-3 həftədir çox təəssüf olsun ki, cavan xanımlarımızda, hətta ana olmayan xanımlarımızda kolposkopik olaraq gördüyüm ağırlaşmalardan simir sonucu təsdiqləyib və biopsiya elədiyim displaziya 3-cü dərəcə, hətta kanser in situ gələn durumlarımız olur. Yəni, kolposkopiya müayinəsi şəkil çəkmə aparatı deyil, çox ciddi bir müayinədir, ixtisaslaşmış həkimlər tərəfindən və hər zaman dediyim kimi, yaxşı olar ki, onkoloqlar tərəfindən aparılsın. Və alınan biopsiyaya da burada toxunmadan keçmək istəmirəm. Yenə də rastlaşdığımız bir durumlar və sizlərə bir daha səslənim. Respublikamızda bu işlə məşğul olan Milli Onkologiya Mərkəzinin patoloji laboratoriyası var. Yəni, xarici dövlətlərə biopsiya materiallarının, simirlərin göndərilməsi, mən düşünürəm ki, yol verilməzdir. Əgər təklif olunursa da, biləsiniz ki, Respublikamızda çox gözəl laboratoriyamız və çox gözəl mütəxəssislərimiz var. Düşünürəm, bu suallara da cavab verdim. Növbəti videolarımızda digər suallarınıza cavab verəcəm. İzləməyi unutmayın. Sağlam olun.